Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə Kitab Dede Qorqud Dastanının 2-ci boyu olan Salur Qazanın evinin yağmalandığı boydan danışacağıq. Deməli, əsər belə başlayır. Bir gün tulu quşun balası, baxın bu düşür. Bu hissələr düşür. Tulu quşun balası, yazıqların ümidi, Amid soyunun aslanı hansı soy? Amid soyu. Qaracığın qaplanı, qonur atın yiyəsi. Bu cümlələrin hamısı bir-bir düşür. Qonur atın yiyəsi, Uruz xanın ağası, Bayandur xanın kürəcəni, Qalın Oğuzun dayağı, igidlərin arxası. Ulaşoğlu Salur Qazan yerindən durmuşdu. Deməli ki, Tulquşun balası, yazıqların ümidi, hansı soyun? Amid soyunun, hansı atın? Qonur atın. Yerindən durmuşdu. Deyir ki, 90 yerdə, bax bu sayı da əsasdır. 90 otaqlı uca evlərini qara yer üzərində tikdirilmişdi. 90 yerdə böyük ipək xal döşətmişdi. 9 qara gözlü, göyçə yüzlü, saçı arxada düymələnmiş, köksü qızıl düyməli, əlləri biləyindən xınalı barmaqları naxışlı gözəl kimi? Kafir qızlarını. Baxın, burada şərabı kafir qızları paylayır. Kafir qızlarını Qalın Oğuz bəylərinə şərab paylatdırırlar. Ulaşoğlu Salur Qazan içdi. Axırda şərabın təsiri başına vurdu. Qaba dizləri üzərinə çöktü, dedi. Sözümü dinləyin, səsimə səs verin bəylər. Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu. Duraq gedəyək bəylər, ov-ovlayaq, quş-quşlayaq, sığın çeyiciyaq. Qayıdıb otağımıza düşək, yeyib-içə günümüz xoş keçirək. Deməli, burada ilk fikrə rəyi bildirən şəxs Dəli Dondazdır. Bu düşür. Deyir ki, bəli, xan Qazan məsləhətdir. Sonra ikinci fikir bildirən Qarabudaq olur uşaqlar. İkinci fikir kimin dilindən gəlir? Qarabudaq. Yəni razılıq, Qazanın təklifinə razılıq bildirən şəxslərdir. Ağam Qazan məsləhətdir. Onlar belə dedikdə at ağası Aruz qoca iki dizi üstünə çöküb dedi. Baxın, bu da testə düşmüşdü. Deyir ki, Qazanla soruşur yurdun üstünə kimi qoyacağını. Bir də biz harda məlum olur ki, onlar hara gedəcəklər. Onların Gürcüstan sərhədlərinə gedəcəyi Aruz qocanın nitqində məlum olur. Baxın, sərhəddən Gürcüstan sərhəddə olması Aruz qocanın nitqində məlum olur. Amma ərazilərin məhz hara olduğu haqqında məlumatı biz Qazan xanın özün dilindən eşidəcəyik ki, cızıqlara gedirlər, Ağlığana gedirlər, bir də Göyçə dağına gedirlər. Bu üç ərazini Qazan xanın özü dəqiqliklə deyir. Amma Gürcüstan sərhəddinə getmək fikri ilk Aruzun dilindən çıxır. Aruz deyir. Ağam Qazan, Sasa dilini Gürcüstan sərhəddinə gedirsən, qərargahın üstünə kimi qoyursan? Qazan dedi. Oğlum Uruz 300 igidlə evimin keşiyində dursun. Qonur atını çəkdirdi, mindi. Dəli Dondaz təpəlqaş qayğırına mindi. Qazan bəyin qardaşı Qaracünə göy bədəvi atını tutturub mindi. Atların adını öyrəninci kimin atı hansı idi? Bayandur xanın düşmənini məğlub edən Şir Şəmsəddin ağ atını çəkdirib mindi. Deməli, Şir Şəmsəddin haqqında biz burada hansı məlumat əldə elədik? Biz hansı məlumat görürük Şir Şəmsəddin haqqında? Bayandur xanın düşmənini məğlub edən obraz olduğunu görürük. Para sarın Bayburd hasarından sıçrayıb aşan Beyrək boz ayğırını mindi. Beyrək kim idi? Bayburd hasarından sıçrayıb aşan igid idi. Qonur atlı Qazana keşiş deyən yeynək duru ayğırına mindi. Yeynəyi görürük. Saymaq istəsəm tükənən deyil. Qalın Oğuz bəyləri adlandırıb böyük qoşun Aladağı ova çıxdı. Hara ova çıxdı uşaqlar, böyük qoşun Aladağı ova çıxdı. Kafirlərin casusu bunu gördü. Çuğulcayev Şöklü Məliyə xəbər verdi. Baxın, buradakı düşmən obrazı Şöklü Məlikdir və bunu görən şəxs də kafirin casusu olur. 7000 qaftanın arxasında neçə mindən gedir? 7000. 7000 qaftanının arxası cırıq, kəsik, qarı saçlı, sası dilini din düşməni, alıcı atlı kafir, mindi çapdı. 7000 kafir. Qazancının üstünə gəlir. Kafirlər onun qızıl tağlı evlərini çalıb çapdılar. Qaza bənzər qız gəlinlərini çığırışdırdılar. Tövlə atlarını minir. Baxın, 7000 kafir Qazancının orada olduğunu eşidib, istifadə edib gəlir onun yurdunu talamağa, talançılığa gəlirlər. Gəlib onu neynirlər? Qız gəlinini aparırlar, tövlə atlarını mindirirlər, qızıllarını, dəvələrini aparırlar. Qiymətli xəzinəsini aparırlar, Burla xatunu əsir götürürlər, Qazanın anasını əsir götürürlər və Uruzu 300 igidlə birlikdə əsir götürürlər. İlaç Qocaoğlu Sarı Şalmaz Qazan bəyin evi üstündə döyüşdə şəhid olur. Deməli, döyüşdə şəhid olanın adı bizə çox vacibdir. Kimisi şəhid oldu burada?
Sarı Salmaş. Baxın, əsərdə bir dənə məqam var. Sarı Salmaşın qardaşı var. Deməli, onun adı Alpərəndir. Bu düşür, 100% düşür. Deməli, kimdir? Alpərən. Alpərən Sarı Salmaşın qardaşı olur. Və Alpərənlə bağlı nə düşür? Deyir ki, Alpərən sonda qardaşın intiqamını alır. Alpərən qardaşın intiqamını almaq üçün getmir Qazanın yanına. Qazana kömək üçün gedir. Sonda qardaşın intiqamını almaq üçün gedən Qaraca çoban idi. Yəni fərqləri budur. Boyda ikisinin ortaq cəhəti budur ki, ikisi də Qazan bəyin evinin uğrunda şəhid düşürlər. Amma fərq budur ki, Qaraca çoban qardaşın intiqamını almaq üçün döyüşür. Amma Alpərən qardaşın intiqamına görə yox, sırf Qazana görə gedir ora. Bir də digər bir sual da budur ki, boyun sonuna çatmayan obraz kimdir? Gördüyünüz kimi boyun başında kim ölüb? Sarı Salmış. O boyun sonuna qədər gəlib çata bilməyən obraz hesab olunur. Sonra Kafir dedi, bəylər, Qazanın tövlə-tövlə şahane atlarını minmişik, qızıl gümüşünü talan etmişik, 40 igidlə oğlu Uruzu dustaq etmişik, qatar-qatar dəvlərini gətirmişik, 40-cı belli qızla Qazanın arvadını tutmuşuq, biz bu evləri Qazana vurmuşuq. Kafirlərdən biri dedi, baxın, burada düşür ki, Şöklü Məliyin fikridir o. Xeyr, bax, bu fikir sırf kafirlərdən birinə aid, yəni bilinmir hansı kafirdir. Sadəcə Şöklü Məliyin komandasında olan bir kafir deyir ki, bir dənə heyfimiz qalıb. Şöklü Məlik də deyir, ədə, Aznavur, nə heyfimiz qalıb? Kafir. Qazanın qapılı dərbəndə 10.000 qoyunu var. Neçə min qoyunu var uşaqlar? 10.000 qoyunu var. O qoyunları da götürsək, Qazana çox böyük ziyan vurarıq dedi. Şöklü Məlik 600 kafir getsin, qoyunu gətirsin dedi. Neçə kafir gedir? Bax, bu da vacibdir. Bizdə testdə bir hissə var, deyəcəm onu. 600 kafir getsin, qoyunu gətirsin dedi. 600 kafir atlandı, qoyun üzərinə yürüyüş etdi. Gecə yatarkən Qaraca çoban. Deməli, ilk yuxunu uşaqlar əsərdə ilk yuxunu görən şəxs Qaraca çobandır. İkinci yuxunu görən şəxs isə Qazan xanın özü olacaqdı. Qaraca çoban yuxuda qara qayğılı əhvalat gördü. Hövlanc ayağa durdu. Qabancıcı və Dəmircücü adı iki qardaşını yanına çağırdı. Yanına kimi çağırır? Qabancıcını və Dəmircücünü. İki qardaşın yanına çağırdı. Ağlın qapısını bərkitdi. 3 yerdə təpə kimi daş yığdı. Çünki onun sadəcə bir dənə silahı var idi. O da sapandı. Başqa silah yox idi və daşlardan onun sapandı ilə istifadə edib silah kimi istifadə edəcəkdi. Qaraca çobanın üstünü qəflətən 600 kafir aldı. Kafir dedi, qaranlıq axşam olanda qayğılı çoban, qar yağış yağanda odacaqlı çoban, südü pendiri bol qaymaqlı çoban, Qazan bəyin uca evlərini biz yığmışıq, atlarını minmişik, qızıl dəvəsini yedəkləmişik, anasını gətirmişik, xəzinəsini talan eləmişik, qız gəlinini əsir eləmişik, İgidlə Qazanın oğlunu biz tutmuşuq. 40-cı bellə Qazanın arvadını gətirmişik. Ay çoban, uzaqdasan, yaxındasan, bəri gəl. Baş endirib tənzim et. Bizə salam ver, öldürməyək səni. Öldürməyək. Səni Şöklü Məliyin yanına aparaq, bəylik alıb verək. Bax, testdə düşür ki, bəs Şöklü Məliyə kafir, üzr istəyirəm, Qaraca çobana kafir Şöklü Məliyin bəylik təklifini gətirir. Heç Şöklü Məliyin bəylik təklifindən xəbəri yoxdur. Yəni, bu əsərdə Şöklü Məlikdən gəlməyib təklif. Sadəcə kafir dalaşmaq, müharibə eləmək istəmir, itkiyə məruz qalmaq istəmirlər. Deyir ki, sən bizə baş əy, biz də sənə Şöklü Məlikdən xahiş edib bəylik alaq. Yəni, bu fikir kafirin özünün dilindən səslənən fikirdir. Şöklü Məliyin xəbəri yoxdur bu təklifdən. Bəs bunda yaxşı çoban nədir? Boş-boş danışma itim kafir. İtimlə bir yalaqdan yalıtcan azğın kafir. Kafiri kimə oxşadır? İtinə. Altındakı alaca atını nə yürsən? Keçimcə görünməz. Atı nə ilə müqayisə edir? Öz keçisi ilə. Başındakı dəbilqəni nə ilə müqayisə edir? Börküsü ilə. 60 tutam nizəni nə ilə müqayisə edir uşaqlar? Dəyənəyi ilə. Qılıncını nə yürsən? Sofkanımca. Sofkanı ilə də qılıncını. Bax, bu hissələrdə düşür. Belində 90 oxunu nə yürsən, ay kafir? Sapandımca görünməz. 90 oxu da sapanda bənzədir. Deməli, uşaqlar, atla keçini bir-birinə bənzədir. Dəbilqəni börkü ilə bir tutur. Nizəni dəyənəyi ilə bir tutur. Öz sofkanı isə onun qılıncından üstün tutur. Bir tutur deyəndə daha çox üstün tutur. Deyir, yəni sənin əlində bunlar var, mənimkilər qədər gözümə görünmür. Ala qolu sapandımca görünməz mənə. Uzaqdasan, yaxındasan, bəri gəl. İgidlərin zərbəsini gör, sonra gəl. Kafirlər təklifsiz at təpdilər, ox səpdilər. İgidlər içdi, Qaraca çoban sapandının ağzına daş qoydu, atdı. Birini atanda ikisini üçün yıxdı, ikisini atanda üçün dördünü yıxdı. Kafirlərin gözünə qorxu düşdü. Qaraca çoban kafirin neçəsini ay uşaqlar? 300-ünü. Demişdim, bayaq bu kafir sayı lazımdır, burada lazım idi. 300-ünü sapan daşı ilə yerə yıxdı. 600-dən 300 çıxdıq, 300 qalır. İki qardaş isə oxlandı, şəhid oldu. Deməli, ev uğrunda ölənlər kimlər idi? Bayaq dedik kimi idi? Oy,
Bayaq biz dedik ki, ev uğrunda ölənlərdən biri sarı salmaşdı. Yəni biri sarı salmaş idi. Buradan gördüyünüz kimi. Digəri də Qaraca çobanın öz qardaşları. Qardaşların adına nə demişdik? Baxın, burada demişdik. Nə demişdik? Dəmircici və qabancıcı. Onlar da şəhid olurlar. Çobanın daşı düşəndi, qoyun demir, keçi demir, sapandın ağzına qoyur, kafiri yıxırdı. Kafirin gözü qorxdu, dünya aləm başına qaranlıq oldu. Dedilər, arzu gözündə qalsın, bu çoban birdən bizim hamımızı qırar. Daha durmayıb qaçdılar. Çoban şəhid olan qardaşlarını dəfn etdi. Kafirlərin eşindən bir böyük təpə düzəltdi. Çaxmaq çaxıb od yandırdı. Yapancısına kəsib yandırdı. Qurumunu yarasına bastı. Yolun ərsini tutub oturdu, ağladı, sızladı. Salur Qazan bəy Qazan, ölüsənmi, dirisənmi, bu işlərdən xəbərin yoxdurmu? Deməli, uşaqlar, kafirin gözü qorxur deyə 300 qalanla çıxıb gedir. Və deyir ki, Qazan, ölübsən yoxsa qalıbsən, bu qədər iş olur, sən hardasan? İndi başlayır artıq Qazanla bağlı olan əhvalat. Burada özünü göstərməyə başlayır. Yəni, bu hissədən aşağı Qazanla bağlı əhvalatların gedişatı olacaqdır. Belə. Deyir ki, sən demə xanım o gecə qalın Oğuzun dayağı Bayandır xanın kürəkəni Ulaş oğlu Salur Qazan yuxuda qarma-qarışıq əhvalat gördü. Hövlanc ayağa durdu, dedi. Qardaşım, Qaracünə, yuxusun kimə danışır Qaracünəyə? Bilirsənmi yuxumda nə gördüm? Qara qayğılı əhvalatlar gördüm. Gördüm ki, yumruğumda bir şahin çırpınıb quşum əlimdən alır. O vaxtlar şahların əlində quşu olurmuş. Burada şahin quşu almazsa yurduna kimin hücumunun işarətiymiş Qazana. Hündür evimin üzərinə göydən ildırım çaxdığını gördüm. Nə görüb? Qatı qarı dumanın düşərgəmin üstünün aldığını gördüm. Quduz qurdların evimin dəldiyini gördüm. Qara dəvənin ənsəmdə qapdığını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır. Uzandıqca gözüm örtür. Əllərimdə 10 barmağım qan içində gördüm. Bu yuxunu görəndən bəri ağlımı, huşumu yığa bilmirəm. Xan qardaşım, mənim bu yuxumu yaz mənim üçün. Qaracünə dedi, qara bulut dediyin sənin taleyindir. Qar yağmur dediyin qoşunundur. Saç qayğı dərd sərdir, qan qaranlıqdır. Qalanı yaza bilmərəm, Allah yazsın. Desə ki, bütün yuxunu yazır, xeyr uşaqlar. Qaracünə bütün yuxunu yaza bilmir. Yarısını yazır, yarısına deyir ki, Allah yazsın. Belə dedikdə Qazan deyir. Bax, bu Qazanın öz fikridir. Yəni, bu fikir Qazandan çıxır ki, Qazan dedi. Mənim ovumu pozma, qoşunumu dağıtma. Mən bu gün qonur atı çapıb 3 günlük yolu. Bircə gündə gedəcəyim. Yurduma baş çəkirəm. Əgər salamatlıqsa, axşam olmadan qayıdacam sənin yanına. Yox, əgər salamat deyillərsə, başınıza çarə qılın. Mən getdim. Qazan bəy qonur atını mahmızladı. Qazanın atının adı düşmüşdü. Yola çıxdı. Gəlib yurduna çatdı. Gördü ki, yurdunda bir tazı qalıb. Quzğun dolaşır. Qazan bəy burada yurdu ilə xəbərləşdi. İlk xəbərləşdiyi birinci kimdən xəbərləşir? Yurdu ilə. Qohum qəbiləli Komam yurdum. Qulanla sığına, Keyyə, qonşu yurdum. Səni düşmən haradan talar gözəl yurdum. Uca evimin tikilisi yurdu qalmış. Qoca anamın oturduğu yer və Uruzun ox atdığı nişan. Bu ikisini yaxşı bilin. Deməli, qoca anamın oturduğu yer və Uruzun ox atdığı nişan qalıbdır. Bu halı gördükdə Qazanın qara qıyıq gözləri qan yaşla doldu. Axı yurd ona cavab verməz, cansız varlıqdır da. Yəni deyir, hətta onlardan neçəsindən cavab ala bilir. Bax, bu da düşmüşdü bir dəfə. Birinci yurdla xəbərləşir, gördü cavab vermir və yola düzəlir. Qarşısına su çıxır. İkinci yerdə su. Bu ikinci məlumat aldığı varlıqdır. Qazan dedi, su Allahın üzünü görmüşdür. Mən bu su ilə xəbərləşim. Görək xanım nə deyir? Saxlayaraq qayalardan çıxan su, ağac gəmiləri atıb tutan su. Həsən Hüseynin. Bax, bu adlar imamlarımızın adıdır və lazımdır bizə. Həsən Hüseynin, Ayşə ilə Fatmanın baxışı su. Deməli, Həsənlə Hüseynin, Ayşə ilə Fatmanın adı keçir. Şahanə atların istəyi su, qızıl dəvələrin gəlib keçdiyi su. Çevrəsində ağ qoyunların yatdığı su, yurdumdan bir xəbər bilirsənsə de mənə. Dərdli başım qurban olsun, suyum sənə. Su necə xəbər versin, sudan keçdi. Bu dəfə bir qurda rast gəldi. Deməli, üçüncü nə ilə rastlaşır uşaqlar? Üçüncü qurdla rastlaşır. Qurd üzü uğurludur. Bax, uğurludur dediyi qurdun üzüdür ya. Bu da düşə bilər. Görək xanım necə xəbərləşdi. Deməli, bu da 3-dür. Qaranlıq axşam olanda günü doğulan, qarla yağış yağanda ər kimi duran, qaracıq atları kişnəşləşdirən, bax,
Bu cümlə də bizə lazım olacaq. Qızıl dəvə gördükdə inləşdirən. Ağca qoyun görəndə quyruğu ilə qamçı çəkən, arxası ilə vurub bərk ağılan, ardını çəkən. Burma axda çöç qatıları alıb tutan, qanlı quyruq üzüb şapşapudan. Ulaşması köpəkləri təşvişə salan, əldə məşəl çobanları gecə vaxtı yüyürdən. Yurdumdan bir xəbər bilirsənsə de mənə. Bax, bizə bu cümlə uşaqlar, bax, işarə edəcəyim cümlə lazımdır. Dərdli başım qurban olsun qurdum sənə. Qurda başını qurban deyir. Burada isə deyir ki, başım sağ olduqca yaxşılıq eləyərəm. Köpə deyir, başım sağ olduqca yaxşılıq eləyərəm. Qurda deyir ki, sənə qurban olsun mənim başım. Deyir, qurd necə xəbər versin? Qurddan da ötüb keçdi. Qaraca çobanın qara köpəyi qazanın qarşısına gəldi. Qazan qara köpəklə xəbərləşdi. Dördüncü xəbər aldığı çobanın itidir. Deyir, qaranlıq axşam olanda hav-hav verən turşu ayran töküləndə şap-şap içən. Gələn yadı oğrunu qorxudan, hürməyi ilə qorxudaraq hürküdən. Yurdumun xəbərini bilirsənsə de mənə. Dərdli başım sağ olduqca yaxşılıqlar edim köpək sənə. Köpək qazanın atının ayağına atılıb düşür. Zincildər. Qazan qamçı ilə köpəyi vurdu. Köpək çəkirdi, gəldi, yola getdi. Qazan köpəyi qollayıb qaraca çobanın yanına gəldi. Çoban gördükdə xəbərləşdi. Ən sonunda da çobanla xəbərləşir. Qaranlıq axşam olanda qayğılı çoban, qarla yağış yağanda o da ocaqlı çoban. Səsimi ona sözümü dinlə. Deyir, mənim yurdumdan xəbər ver. Çoban da olan əhvalatı danışır ki, haralardaydın, yox idin, mən gördüm, Burla xatın, Uruz, anan, tövlələrin hamısı buradan keçdi. Çoban belə deyəndə qazan at çəkdi, ağlı başına tutdu. Dünya aləm başına qaranlıq oldu, dedi. Ağzın qurusun çoban, dilin çürüsün çoban, çobana qarğış yer, Allah sənin alnına bəla yazsın, deyir. Belə olanda çoban deyir ki, qazan, nə danlayırsan məni? Yoxsa heç köksündə yoxmudur iman? 600 kafir də mənim üstümə gəldi. 2 qardaşım şəhid oldu. 300 kafiri öldürdüm, cəzasına çatdırdım. Sənin qapından bir köç qoyun, ayrıq toxlu da kafirə vermədim. 3 yerdən yaralandım. Dərdli başım dumanlandı. Yalqız qaldım. Günahım budurmu? Sonra çoban dedi, qonur atını mənə ver. 60 tutamlıq nizəni mənə ver. Bax uşaqlar, bu nəyə oxşur? Siz bunu. İmeni bu 60 atını mənə ver söhbəti var. Silahını istəmək yeri. Nizəni ver, silahını ver, qalxanını ver. Qılıncını ver, 80 oxunu ver, yayını ver. Bax, bunu biz Uruzun dustaq olduğu boyda da görürük. Orada da Qazanla Burla xatun arasında keçən diyaloqdur bu diyaloq. Deyir, gedim kafirin qolundakı cahini öldürüm. Paltarımın qolu ilə alnımın qanını silim. Ölərsəm qoy sənin uğrunda ölüm. Allah qoyarsa evini mən xilas edeyim. Çoban belə deyildi, Qazan qəhərləndi, yola düzəlib götürüldü. Çoban da Qazanın ardından yetişdi. Qazan dönüb baxdı, soruşdu, oğul çoban hara gedirsən? Çoban dedi, ağam Qazan, sən evini ailəni xilas etməyə gedirsən. Mən isə qardaşlarımın qanını almağa gedirəm, intiqama gedirəm. Belə dedikdə Qazan soruşdu, oğul çoban, qarnım acı. Burada həqiqətən Qazan qarnı acıdır ya, yəni qətiyyən ağlında başqa bir şey yoxdur. Çoban dedi, bəli ağam Qazan, gecədən quzu bişirib qoymuşam, gəl bu ağacın dibində yeyək. Bax, bunlar yemək yeyəndə Qazan fikirləşir ki, əgər çobanla getməli olsam, Qalın Oğuz bəyləri bunu başıma qağınc eləyərlər. Yəni sırf Qalın Oğuz bəylərini düşünür. Amma burada, yəni bundan əvvəl belə bir fikri yox idi. Deyir, düşünərlər ki, çoban olmasaydı Qazan kafirləri məğlub eləyəməzdi. Ona görə qeyrətli gəlir, çobanı böyük bir ağaca sarıya möhkəm bağlayır. Sonra çobana deyir, ədə çoban, qarnın acımamış, gözün qaralmamışkən bu ağacı qopar, yoxsa sən burada qurt-quş yer. Qaraca çoban güc elədi, ağacı yeri ilə yurdu ilə qoparıb arxasına aldı. Qazanın ardınca düşdü. Qazan baxıb gördü, dedi, ədə çoban, bu ağac nədir? Çoban dedi, ağam Qazan, bu ağac ona görədir ki, sən kafiri deyir, məğlub eləyəndə mən sənə bu ağacdan yemək pişirərəm ki, qarnın acımasın. Yəni onu sındırmır da Qazanı. Bu söz Qazanın xoşuna gəlir, atından enib çobanın əllərini açır. Bir dəfə alnından öpüb dedi, Allah mənim evimi bəladan qurtarsa, Allah mənim evimi bəladan qurtarsa, səni bütün ilxılarıma başçı, yəni Əmiraxur təyin edəcək. Bu əsərdə çobana 2 yerdə təklif gəlir. Birinci, bəylik təklifi gəlir. Bəylik. İkinci isə burada gördüyünüz ilxıların başçısı olmaq təklifi gəlir. Bəylik təklifini Şöklü Məliyin kafiri verir adamlar. Əmiraxur isə Qazan xanın özü verir Qaraca çobana ki, səni Əmiraxur edim. Bu yandan Şöklü Məlik, baxın, indi burada artıq keçirik Şöklü Məlikdəki hadisələrdən danışmağa. Aha, deyir bu yandan Şöklü Məlik keyfi kök kafirlərlə yeyib içib oturmuşdu. Deyir, bax bu Qazanın arvadına şərəf paylatmaq Şöklü Məliyin fikridir. Bəylər, bilirsiniz, Qazana necə heyif vurmaq lazımdır? Boy uzun Burla xatunu gətirək
badə paylasın, yəni şərab paylasın. Bu fikir sırf Şöklü Məliyə aiddir. 10.000 qoyunu gətirmək fikri Şöklü Məliyin kafirlərindən birinin aid idi. Amma Burla xatuna şərab paylatmaq Şöklü Məliyin özünə aiddir. Boyuzun Burla xatun da bunu eşidir, ürəyinə canına ot düşür. Çox ağıllı qadın olur. Gəlir deyir ki, 40-cı belli qıza, sizə Qazan bəyin xatunu hansıdır deyə soruşsalar, 40 yerdən səs verin, tapılmayım mən. Şöklü Məliyin adamı gəlir, Qazan bəyin xatunu hansıdır deyə soruşur. 40 yerdən səs gəlir, hansıdır bilmirlər, kafirə xəbər verirlər. Birinə yapışdıq, 40 yerdən avaz gəldi, bilmədi hansıdır. Kafir dedi, ədə gedin Qazanın oğlu Uruzu dartıb çəngədən asın, ağ ətindən qıyma çəkin, qara qovurma pişirib 40 bəy qızını aparın. Hər kim yedi o deyil, hər kim yemədi o da. Bax bu fikri yazır deyir Şöklü Məliyə aiddir. Ax yox, burada kafir yazıb. Şöklü Məlik olsa Köklü Məlik yazardı. Yəni bu fikir sırf Şöklü Məliyə yox, kafirlərdən birinə aiddir. Götürün gəlin şərab paylasın. Boyu uzun Burla xatun oğlun yanına gəldi. Kafirlər fikirlərini dəyişiblər. Deyiblər ki, burada çox çarəsiz qalır. Yəni bilmir də neynəsin. Anadır, oğlu ilə yoldaşının namusunun arasında qalır. Əslində isə deyə bilər ki, əsərdə dilemma hardadır? Uşaqlar, dilemma iki mümkünsüz elə bir ki, variant arasında qalmaqdır. İkisi də mümkünsüz idi. Oğlunun da ətini yeyə bilməzdi, ölümünə razı ola bilməzdi. Yoldaşının da namusunu tapdalaya bilməzdi. Baxın, dilemma burada yaşanıbdır. Burla xatun oğlunun yanına gəldi. Kafirlər fikirlərini dəyişiblər. Deyiblər ki, Qazan oğlu Rus həbsdən çıxarıb örkənlə boğazından asın. İki kürəyindən çəngələ sancın. Qıyma ağ ətindən çəkin. Qara qovurma edib 40 bəy qızına aparın. Hər kim yedi o deyil, kim yeməsə Qazanın xatunudur. Gətirin, şərab payladın. Sənin ətindən yeyim ayağılı, yoxsa Qazanın namusunu tapdalayım. Bax, dilemmanın özü də burada deyir. Yeyim, yoxsa tapdalayım. Uruz dedi, ağzın qurusun ana, dilin çürüsün ana. Birinci anasına qarğış edir. Ana haqqı Tanrı haqqıdır ifadəsini biz əsərdə məhz Uruzun haqqından eşitirik, dilindən eşitirik. İlk dəfə burada verilir. Qalxıb yerindən durardım, yaxandan boğazından tutardım, qaba dizimin altına salardım, ağ üzünü qara yerə çırpardım, ağzından üzündən qan şorullayardı. Can şirinliyi sənə göstərərdim nədir? Bu nə sözdür? Saqın xanım ana, mənim üzərimə gəlməyəsən, mənim üçün ağlamayasan, qoy məni xanım ana, çəngəli sansınlar, qoy ətimdən çəksinlər, qara qovurma eləsinlər. Onlar bir yeni sən iki dəfəyə, kafirlər duymasınlar, səni tanımasınlar, Qazanın namusunu sındırmayasan. Oğlan belə deyəndə gözünün yaşı cildir axdı. Boy uzun belə incə Burla xatun boyun qulağını tutdu, yıxıldı, payız alması kimi al yanağını yırtdı, dağıtdı. Qarğı kimi qarı saçını yoldu. Oğul deyib zar-zar ağladı. Uruz dedi. Ana, qabağımı kəsib nəyin nəyirsən? Niyə zarıyırsan? Niyə ağlayırsan? Bağrım ürəyimi niyə dağılırsan? Keçmiş günlərimi nəyə andırırsan? Ay ana, ərəb atları yorulan olan yerdə qul tapılmazmı? Qoyun olan yerdə quzu tapılmazmı? Sən sağ ol, atam sağ olsun. Mənim kimi bir dənə oğul dünyaya gələr. Belə dedikdə anası dözə bilmədi. Ana gedib 40-cı beli qızın arasına girdi. Kafirlər Uruzu götürüb gətirdilər qənarə dibinə. Uşaqlar, Uruz deyir ki, amandır, icazə verin, mən ağacla danışım. Bax, burada ağacla danışma, yəni cansız bir varlıqla danışıq söhbəti gedir. Çağırıb ağaca söyləmiş, görək nə söyləmiş. Sənə ağac deyirəm, söyünmə. Məkkə və Mədinənin adı keçir. Musanın adı keçir. Əlinin adı keçir, İmam Əli. Məni səndən asılar, götürmə ağac, götürsən igidliyim tutsun səni. Baxın, Uruz ölümdən qorxmur, amma vaxtsız ölüm onun canını yandırır. Uruz hönkür-hönkür ağladı, yanıq dirəyini dağladı. Bu zaman sultanım Salur Qazanlı Qaraca çoban çaparaq yetişdi. Çobanın sapandının daşlığı 3 yaşar dana dərisindən, sapandının qolları isə 3 keçi tükündən idi. Nə idi? 3 yaşar dana dərisi, 3 keçi tükü. Bunu da yadda saxlayın. Hər atanda 12 batman daş atar. Atdığı daş yerə düşməzdi. Yerə düşsə də toz kimi savururlar, kül kimi ovlardı. 3 ilədək daşın düşdüyü yerin otu bitməzdi. Baxın, mübaliğədir uşaqlar. Burada mübaliğə yer verilib. Bayırda köçk qoyun da, arıq toğlu da qalsaydı, sapandın qorxusundan qurd gəlib yeməzdi. Sultanım Qaraca çoban satan kimi sapandın işi saldı. Dünya aləm kafirin gözündə qaraldı. Qazan dedi, Qaraca çoban qoy anamı kafirdən istəyim, at ayaq altına qalmasın. Baxın, Qazanın ilkin istəyi budur ki, yəni anaya hörmət. Birinci anaya hörmət fikri Uruzdan gəldi. Anaya hörmət fikri, ana haqqı, Tanrı haqqı. Burada isə biz əməldə görürük ki, deyir, anamı kafirdən istəyim, qalmasın at ayağı altında. At ayağı iti Ozan dedi seviyorlar. Qazan kafir çağırıb deyir, ay Şöklü Məlik. Qazan Şöklü Məliyə müraciət edir. Qızıl taclı uğucu evlərimi götürüb gəlməsən, sənə kölgəlik olsun. Evim kölgəliyin olsun. Xəzinəm xərcliyin olsun. Burla xatunciləsirin olsun. Uruz qulun olsun. Tövlü-tövlü atlarım sənin miniyin olsun. Dəvələrim sənin yükünü daşısın. Amma ay kafir, anamı gətirmirsən. Anamı mənə ver. Savaşmadan, vuruşmadan çıxıb gedəcəm. Kafir dedim. Buna kafir cavab verir. Qızıl taclı evini gətirmişik bizimdir. Bax, yəni bu cavabı Şöklü Məlik vermir.
Kafir verir. Yəni desə ki, köçürməyik verir. Yox, onun adı deyil, kafirin adıdır. Bu cavab kafirdən gəlir. 40-cı belə qıza Burla xatun gətirmişik bizimdir. Qacıq ananı gətirmişik bizimdir. Yayxan keşiş oğluna verərik. Anan ondan oğul dünyaya gətirər. Biz də oyunu sən yervə qoyarıq deyir. Bax bu zaman qazan cavab vermir ona. Yayxan keşiş oğlunu deyə gətirərik, ananla evləndirərik məsəl üçün. Oradan uşaq dünyaya gələr. Sən yervə qoyarıq deyir. Bu zaman kafirin bu dediyinə Qaraca çoban cavab verir. Yəni artıq qazan yox, Qaraca çobanın acığı tutur. Əsəbindən deyir ki, hey, dinsiz, huşsuz kafir, ağılsız, başsız kafir. Qarşıda yatan qarlı dağlar qarıyıb otu bitməz. Dağın otu bitməz. İrmaqların suyu gəlməz. Atlar qarıyıblar qul verməzlər. Dəvələr köşək verməz. Qazanın anası da qocadı, oğul verməz. Qalan Oğuz bəyləri bu vaxt gəlib yetişirlər. Hansı Oğuz bəylər gəlir, adları bir-bir düşür. Bunları yaxşı əzbərləməlisən ona görədir. Deməli, Qaragünə gəlib. Qaragünənin xarakterini öyrənərsən. Əlbəndə yazır. Sonra kimlər yetişir? Dərbəndəki dəmir qapını alan Qıyan Səlcikoğlu Dəli Dondaz gəlir. Sonra Amidlə Mərdin qalasını vurub yuxan Dəmiryalı, Qıpçaq Məliyə qan qusturan, Qazanın qızını mərdliklə alan Qarabudaq gəlir. Bayandır xanın düşmənini basan Şir Şəmsəddin gəlir. Ortada itirdiyim varsa siz diqqətlə oxuyarsınız hər birini, yəni hər biri düşür. Sonra Yeynək gəlir. Beyrək gəlir. Bunların adlarını yaxşı əzbərləyin. Bunun ardınca xanım görək kimlər yetişmiş. Aruz qoca gəlir və kim gəlir uşaqlar daha sonra Alpərən. Baxın Alpərən kim idi? Əfsanə əvvəlində ölən Sarı Salmaşın qardaşı idi. Bax bu düşür. Alpərən sonda Sarı Salmaşın qardaşı iştirak edir. Amma Sarı Salmaş əsərin əvvəlində ölmüşdü. Yəni sona çatmayan bir obraz idi. Sayılmaqla bəylər tükənməz, hamı yetişdi. Təmiz suda yuyundular. Ağ alınlarını yerə qoydular. 2 rükət namaz qıldılar. Baxın İslam dininə məxsus bir xüsusiyyətdir. Məhəmmədə salavat gətirir. Təkcəsiz kafirin üstünə asaldılar. Qılınc çaldılar. Cumbur-cumbur nağaralar döyüldü. Burması qızıl tunç borular çalındı. O gün cəsur ərigidlər bəlli oldu. Namərdlər gizlənməyə yer axtardı. Oxlar atıldı. Bəy nökərlərdən, nökər bəylərdən ayrıldı. Duş Oğuz bəyləri ilə Dondaz sağdan, cəsur igidlərlə Qaragünə oğlu Dəli Budaq soldan. Bax bu hissə düşür. Kim sağdan, kim soldan düşür. Bunları da əzbərləyərsiniz. Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə saldı. Baxın, imenli bu cümlə Uruzun dustaq olduğu boyda da var. Orada bayrağı qılınclayıb yerə salan başqadır, burada başqadır. 12.000 kafir qılıncdan keçdi. Oğuz igidlərindən 500-ü şəhid oldu. 500-ü. Neçə nəfər Oğuz igidi? 500. Qazan bəy qaçanı qovmadı, aman deyəni öldürmədi. Qazan bəy ordusunu arvad uşağının xəzinəsini alıb gəlir. 7 gün, 7 gecə yemək içmək olur. 40 nəfər qulu azad edilir. Bax deyir ki, bunun şərəfinə nə olur? 40 nəfər qul azad edilir. Uruza görə özdə azad edilir. Kimə görə desə Uruza görə. Yəni düşmüşdü. Cəsur qosigidlərə çoxlu torpaqları verilir, çoxu arxalıq verilir. Daha sonra hətta Qaraca çobana əmraxurluq verilir. Dədə Qorqud da gəlib boy borluyor, soy soyulur. Sonra gəlin təhlil